Bilirəm, artıq aloe veranı səhifəmdə görməkdən yorulmusunuz, bezmisiniz, amma mən aloe veralı tarifləri hədsiz dərəcədə çox sevirəm, çox bəyənirəm. Aloe veranın üzə faydaları say bitməz qızlar. Ona görə də bugün sizlərlə aloe veralı gecə kremi hazırlayacağıq. Qızlar, bunun üçün bizə lazımdır göstərdiyim kimi kosmetika mağazalarından və yaxud da apteklərdən ala biləcəyiniz aloe vera geli, E vitamini kapsulası və bir ədəd boş krem qabı. Videonu mümkün qədər qısa tutmağa çalışacağım ki, siz də bezməyəsiniz, yorulmayasınız. Qısa konkret tarifləri çünki mən sevirəm. Ona görə də həmişə qısa konkret çəkirəm. Qabı götürürük qızlar, deməli aloe vera gelindən. İstifadə edəcəyiniz qədər çox istifadə etmək də yoxdur. Bir neçə günlük hazırlayın, bitsin, sonra yenidən hazırlayın. Baxın, bir belə, bir də belə. Bu qədər. Aldıq, qabı əlavə elədik. Deməli qızlar, mən az miqdarda hazırladığım üçün içərisinə bir kapsula E vitamini əlavə edəcəm. Bunu da öncədən neylədim? Kənarda iynə vasitəsilə kapsulanı deşdim qəşəng. Siz də buyursundan eləyə bilərsiniz. İndi qarışdırıb gəlirəm. Deməli qızlar, içərisinə E vitamini əlavə etdiyimiz üçün aloe veranın rəngi bir tık belə dəyişir, koyulaşır. Bu normal bir şeydir. Mən az hazırladım, yenə deyirəm. Bu məndə 2-3 istifadəlikdir. Siz istifadə edəcəyiniz qədər içərisinə aloe veranı və yaxud da E vitamini kapsulasının sayını artıraraq hazırlaya bilərsiniz. Gecələr istifadə etməyiniz məsləhətdir. Niyə? Aloe vera gecələr dəriyə daha gözəl təsir edir. Dərini yumşaldır. Yumşaq, körpə dərisi kimi edir. E vitamini dərini qidalandırır. Mimik qırışlar varsa, onları yavaş-yavaş açılmasına şərait yaradır. Yeni qırışların yaranmasının qarşısını alır. Həftədə 2-3 dəfə gecələr yatmadan öncə istifadə edə bilərsiniz. Hər iki üzə yüngülcə çəkib masaj edib yatırsınız, yumağa ehtiyac yoxdur.